Hə, deməli, müasir mövzuların şahı work-life balance. Hər yerdə onu eşidirik, oxuyuruq, dinləyirik. Amma şəxsən bəxələ Nərminlə də biz efirdə bunu danışanda fikir ayrılığı oldu bizdə. Düşündük ki, bunu bir debata keçirək. Ona görə düşündük ki, Ramida sizlə də bunu müzakirə eləyək. Mən inanmıram. Mən inanmıram, çünki buna da elə belə demirəm ki, inanmıram da. Onun bir arqumentləşdirilmiş bir mövqeyim var ki, biz diskussiya çərçivəsində müəyyən bir ortağa da gələ bilərik, yenə də öz fikirlərimizdə də qala bilərik. Amma mən o tendensiyanı da hiss etmişəm ki, əksər psixoloqlar bu istiqaməti təbliğ edirlər. Deyirlər ki, yəni work-life balance var, mövcuddur. Onun sirlərini açırlar, nə bilim belə bir təbliğat aparırlar və s. Ona görə mən sizə bir psixoloq olaraq etibar etdiyimə görə istədim sizlə bir debat keçirim, fikrinizi öyrənim. Görə bir həqiqətən work-life balance mövcuddurmu yoxsa yox? Bunu belə deyim də Yusif. Biz bütün insanlar üçün o balans qorunub saxlanmalıdırmı, varmı deyə bilməyəcəyik. Təbii ki, desək də ki, bu biraz düzgün deyil, amma daha çox faiz deyir ki, var. Və bu sübut olunub. Siz demədiniz sübutunuzu, amma mən istəyirəm deyəm. Buyurun, təbii ki. Bu nədir? Həyat və iş. İnsan həyatını işlə balanslaşdırır, işi də həyatla balanslaşdırır. Bəxtlar bir keçid elədik biz. Hiper insanlar var. Bəli. Hiper düşüncəli insanlar var. Bəli. Bu bizim hərəkətli olmamız deyil təkcə. Bu bizim həm də sinir sisteminin problemidir. Məsələn, Pavlov deyir ki, zirək sinir sistemi insanlar oturaq işlə məşğul ola bilməzlər. Və onların həyatı da oturaq deyil. Biz bunu küçədə, bayırda da görürük. Bunun özü bir balans deyilmi? Balansdır. İşlə insan balansı, yəni həyat balansını qoruyub saxlayır. Amma bu melanxolik üçün keçərli deyil. Niyə? Bir melanxolik insan üçün temperamentinə dayanır. Bəli. İşdə ona daha sürətli bir işləmə lazım ola bilər və yaxud da işin prinsipləri var, onu daha ideal şəkildə həyata keçirə bilər. Evdə isə tam fərqli ola bilər. Burada balans pozula bilər, özü pozur. Xarakterlə məcburiyyət var. Onlar axı uyğunlaşdırılmalıdır bir də. Biz evdə olduğumuz kimi, həyatda olduğumuz kimi işdə özümüzü göstərə bilmərik. Bu bir mənalıdır. Amma bu balansı qoruyub saxlayan daha çox faiz etibarilə var. Mümkündür. Mən demirəm, bütün psixoloqların dediyini təsdiqləyirəm. Yox. Burada individual yanaşma çox önəmli bir məsələdir. Yox, təbii ki, individual yanaşma öz yerində. Amma bu çoxluq təşkil edir axı. İndi biz məsələn, mənim üçün balans bilirsiniz necədir? Həm də ki, ən çox work-life balance eşitdiyim nümunələr odur ki, məsələn, işində də, ailəsində də çox uğurludur. Mənim üçün məndə bu şübhələr çoxdur bu mövzuda. Çünki insanlar ego nöqteyi nəzərdən ambisiyalı olurlar da. Yəni hər hansı bir müddətdə insan seçim qarşısında olur. Çünki qeyri-mümkündür həm işində, məsəl üçün, ən belə potensial yüksəklərə gedib çıxasan, onunla paralel olaraq ailəndə bir problemin olmasın. Mən belə bir nümunələr görməmişəm, nə kitablarda, nə də real nümunələrdə. İstər-istəməz hər hansı bir seçim ki var, insan seçim eləyir ki, bəli, mən karyerama fokuslanıram. Fokuslanır karyerasına. Bizdə də fokuslanma nə deməkdir? Gecə-gündüz workaholic kimi işdə işləmək ki, mənə vəzifə artımının gedişatını biz belə görürük. Ki, nə qədər mən çox işləsəm, bunu görəcəklər, dəyərləndirəcəklər, artım olacaq. Ondan da mənim həm əmək haqqım qalxacaq, həm öhdəliklərim qalxacaq, yekunda böyük bir rəhbərə çevriləcəm. Amma bu böyük rəhbərə gedən yolda paralel olaraq şəxsi həyata istər-istəməz sən buna seçim etməklə burada müəyyən bir şeylərə qurban vermiş olursan. Burada mənə görə artıq balans pozulmuş olur və sən seçirsən faktiki olaraq. Adətən də bu diskussiyalar soruşuram, yaxşı da, hansı ən belə populyar nümunə var. Deyir ki, məsəl üçün, xanım bezir ki, bəy daimi olaraq işlədir və s. Bir gün onu sorğulayır ki, bəs sən ailəvə nə vaxt ayıracaqsan? O da qayıdır ki, məsəl üçün, mən bunu ailəm üçün edirəm də, mən indi gecə-gündüz işləyirəm ki, sabah uşaqların, hər birimiz firavan yaşayaq, oxutduraq onları və s. Sonra o da onu sorğulayır ki, bəs nə vaxtda fikirləşirsən ki, ideal quracaqsan da, məsələn, falan vaxtda eləyəcəm o. Bəli. Və çox məntiqli də sual gəlir ki, yaxşı, səncə sən ora gələndən sonra uşaqların filan vaxtı artıq yaşları müəyyən bir xəttə gəlib çıxacaq. Onlara o maraqlı olacaqsanmı sən artıq? Çünki onlar vaxt gəldikcə artıq teenagerlar olurlar, artıq müəyyən bir yaşlandıqca, yəni valideynləri o qədər də artıq maraqlandırmır, o təmas aradan qalxır. İndi o da qalır belə ki, onda mən necə eləyək, nətər eləyək və balans yenə də pozulmuş olur. Siz necə düşünürsünüz? Bunu qurban verməklə həqiqətən karyerada bu sürətli sıçrayış əldə olunurmu? Yoxsa bu ümumiyyətlə kitablarda qeyd olunan illüziyadır?
İnsanlar aldanıb gedirlər ona. Hə, çox gözəl və maraqlı bir yanaşmadır. Mən burada qərb psixologiyasını, şərq psixologiyasını bir analiz edəcəm. Aha. Sizin dediyiniz qərb psixologiyasındadır. Məsələn, qərb psixologiyasında insanlar bəlli bir yaşa qədər ailə qurmurlar. Qadınlar da, kişilər də. Yəni mən karyeramı inkişaf etdirirəm ki, ailəmə mane olmasın. Bir müddətdən sonra orada qadınlar nə edir? İşi buraxır, artıq deyir ki, mən bəlli bir karyera qazanmışam, mən ailə qururam, uşağımı böyüdürəm, belə-belə. Çünki onlar düşünürlər ki, o balansı qoruyub saxlaya bilməyəcəklər. Amma şərq psixologiyasında belə deyil. Çünki şərq insanı daha enerjilidir. Şərq insan daha emosionaldır və emosiyalarını həm işdə, həm də evdə qoruya bilir. Sizin dediyiniz məsələ İşxoliklər ola bilər, mən düşünürəm. İşxoliklər ki, bütün günü işə fokuslanır ki, mən işdə bəlli bir vəzifəyə gələcəm. Yaxşı, nə qədər adam düşünür ki, mən vəzifə sahibi olum? Yox, Azərbaycanda belə şey yoxdur axı. Ciddisiz? Bəli. Kimi soruşmuram, hamı istəyir karyera yüksəlişi, sürətli. Yox, istək şərt deyil ki. Burada bacarıq var, tutduğu vəzifə var, işlədiyi iş yeri var. Orada qadın kişi olması çox önəmlidir. Bu da var axı. Yəni mən çox az bir halda elə bir şeylərini siz nazirdən söhbət edirsiniz ya da nazir müavindən söhbət edirsiniz. Yox, mən vallahi. Amma normalda isə insanlar mən düşünmürəm. Yəni mən işləyirəm, ailələrlə işləyirəm, insanlarla işləyirəm, bütün yaş kateqoriyalarında işləyirəm. Elə bir şeyi tam da doğru görmürəm. Balansı qoruyub saxlamaq çox rahat bir şeydir. İnsanın özündən asılıdır. Hər yerdə balansı qoruyub saxlamaq insanın özündən asılıdır. İş ayrıdır, ailə ayrıdır. Baxın, bizim ciddi problemlərimizdən biri biz işi ailəyə qatırıq, ailəni də işə qatırıq. Sanki düşünürük ki, mən ailəm yaxşı saxlamaq üçün bütün gün işləməyim lazımdır. Bütün gün işləməkmi yoxsa faydalı işləməkmi? Faydalı iş əmsalı var axı. Əgər mən bütün gün işləyə bilərəm, amma keyfiyyətsiz işləyə bilərəm. 5-6 saat işləyə bilərəm, çox keyfiyyətli iş verə bilərəm, ailəmə də vaxt sərf edə bilərəm. Hə, Azərbaycan kişisini desəz ki, Azərbaycan kişisi uşağını böyütməkdə zəhmət çəkmək istəmir, o başqa bir mövzudur. Yox, təbii ki, istəyir, o başqa mövzudur. Baxır necə istəyir. Mən çox işləyirəm, qadın uşağı böyütməlidir. Mən işə gələndə ancaq dostlarımla sonra gedib görüşməliyəm, nə belə. Yox, aydındır, o mövzu o deyil. Bu balans deyil də. Təbii ki. Amma mən düşünmürəm, balansı qoruyub saxlamaq mümkündür, olur. Yox, təbii ki, mümkün. Psixologiyaya görə dəyişir, dediyim kimi. Şərq psixologiyasında bunlar qorunub saxlana bilər. O da insanın özündən asılıdır. Düz çətin bir məsələdir, çətindir. Çətin olduğu qədər də amma zövqlüdür. Yenə də seçim məsələsidir. Baxın, bizdə o qədər mən nümunələr görürəm ki, yəni uğurlu, ümumiyyətlə bizdə karyera şaquli bir gedişatdır. Ona bir nə bilim, harası dırmaşırıq həmişə. Bəli. Bu gözlənti var. O dırmaşdıqca da digər məsələləri itirmiş oluruq, disfokus oluruq, fokuslanırıq sırf o tərəfə və mən açıq deyim, yəni korporativ mühitdə uzun illərdə çalışan birisi kimi deyə bilərəm ki, əksəriyyət uğurlu karyeranı sırf gedib harasa bir vəzifə tutmada görürlər. Çünki bizdə belə bu başqa mövzudur əslində, bu struktur da elə qurulub ki, bizdə təəssüf ki, yəni sən hər hansı bir məvacib nöqteyi nəzərdən, uğur nöqteyi nəzərdən istədiklərinə nail olmaq üçün pilləli qalxmalısan. Belə bir mesaj var bizdə. Başqa bir format mövcuddur. Ona görə istər-istəməz onu seçirlər və o istiqamətdə gedirlər. Xanımları götürsək, bizdə məsəl üçün hər bir uğurlu qadını karyerik nöqteyi nəzərdən götürsək, görürük ki, digər mövzularda axsaqlıqlar gözə çarpandır. Məsələn, hansı mövzularda? Məsəl üçün şəxsi həyat nöqteyi nəzərdən yenə seçirlər. Biz bu gün qadın üçün onu deyə bilirik. Yəni biz hal-hazırda onu görürük ki, karyerist qadın artıq ayrıca bir kastaya çevrilib. Bu hansı tipajlı xanımdır? Bu business woman'dır. Karyeraya daha çox diqqət yetirən xanımdır və istər-istəməz bu mesaj ona gətirir ki, o fokusunu verib indi hal-hazırda bu istiqamətə. Və bu nəyin əlamətidir? Yenə balansın olmaması. Deyirsiniz ki, məsəl üçün qərb mədəniyyətində əksər milyarderlər, məsəl üçün milyonçuları götürsək, tanıdığımız, hansı ki biz həmişə onun nümunələri gətiririk. Onlar həmişə onların məsəl üçün ailə vəziyyətlərində bərbad vəziyyətlər olub. Daimi olaraq kimsə mütləq bir dəfə boşanıb, mütləq ki bu məsəl üçün boşanma prosesi bütün mediada danışılıb ki və sonra da görürük ki, məsəl üçün onun artıq seçimləri də başqa olub və s. və ilaxır. Yəni seçib milyonçu olmağını və milyarder olmasını seçib. Məsəl üçün Steve Jobs-u götürək, onun ən sonuncu Stanfordda olan çıxışını mən nəzərə salıram. Axırda da yəni ki deyir ki, yəni stay hungry, stay foolish, yəni deyir ki, daimi olaraq ac qalın və özünü səfeh kimi qəbul eləyin. O sizin üçün uğurlar gətirəcək. Amma yekunda da postscriptumda deyildi ki, bilirsiniz mən sevirəm dedi bütün bizim yaratdığımız Apple
Bəli. Nə bilim, xidmətləri, məhsulları və s. biz dünyanı dəyişmişik. Valla, amma mən desəm ki, mən o qədər də xoşbəxt insan deyiləm. Mən etiraf etmiş olaram onu. O vaxt artıq onkologiyası vardı, hər bir şey. Deməyim odur ki, biz buna balans deyə bilirikmi? Mənə görə bu balans deyil. Biz təbii ki, onu necəsə üzləşdirə bilib, balanslaşdırır da necəsə ona gətirə bilərik, situativ. Əslində elə görülür. Amma disbalansdır mənim üçün bu. Bəs mən ona görə vurğuladım da, bu qərb psixologiyasında mövcuddur. Qərb psixologiyasında balansı qoruyub saxlama anlayışı onlar üçün fərqlidir. Bizim üçün fərqlidir. Yəni orada çaba göstərmək yoxdur. Onlar üçün ailə dəyərləri tamam fərqlidir. İş dəyərləri yaxşı, bu günlər dünyada nə qədər Steve Jobslar var? Az saydadır da. Yəni bütün Steve Jobslar azdır, amma maşallah milyonçular, milyarderlər çoxdur. Milyonçular, milyarderlər var, amma o da onun şəxsi düşüncəsindən irəli gələn bir şeydir. Amma əksəriyyətində biz ailəsini də görə bilirik ki, onlar ailədə də çox yaxşı, tutaq ki, səyahətləri var, ailəsində uşaqlarına diqqət yetirirlər, universitet təhsili verirlər. Onların ailəyə yanaşması fərqlidir, öz həyatlarına yanaşması fərqlidir. Yəni o demək deyil ki, onlar bizdə də var. Bizdə də bu balans ona görə qorunub saxlanmır. Yaxşı, bəs bizim statistika, sırf boşanmalarla bağlı olan statistika, hər bir şey. Bax, burada biraz yaralı yerimizdir. Mən düşünürəm ki, bu bizim cəmiyyətə ötürülən yanlış bir məlumatlar var. Necə? Bax, qadınlar dediniz də, biznes womenlərin hamısı mı ailəsindən boşanıbdı? Xeyr, boşanmayıbdı. Və yaxud da o qadınları hansı kişilər qəbul etmir? Yəni kişilər bu günləri o psixologiyaya hazırdırmı ki, güclü bir qadını və yaxud da güclü olmaq istəyən qadını, pillə-pillə gəlmək istəyən bir qadını qəbul etsinlər, həzm etsinlər, qısqanmasınlar, istədikləri ortamda onlarla rahat nəfəs alsınlar. Bu biraz çətin məsələdir də bizim dövr üçün, bizim ölkə üçün və yaxud da elə şərq psixologiyasını götürək. Burada qadın çox əziyyət çəkir, tamam, amma kişi də onun yanında olanda daha balans qorunub saxlanır. Ailələr azdır, amma var. Yox, Bu da təbii ki. indi formalaşır, mən də deyim. Çünki bizdə bir 10 il bundan öncəyə baxanda işdə karyera deyilən anlayış çox zəif idi. İndi başlayıblar güclənməyə. İndi hər şey daha yaxşı pilləli şəkildə irəli getməyə başlayıbdı. Yəni bunu açıq etiraf etməliyik də. İşin mahiyyəti qabaqca insanlarda ancaq pul qazanmaq idi, ailəni saxlamaq idi. İndi isə daha istədiklərini həyata keçirməkdir. Bu maşınımda olsun, yaxşı evimdə olsun, səyahətlər eləyim. Nə bilim, kitab yazan insanlar çoxalıb indi. Onlar hamısı o qoruyub saxlamağa sövq edən amil deyilmi ki? Bəs pillə-pillə gəlir onu, amma özünə də zaman ayırır, işini də dəyərləndirir, ailəsini də dəyərləndirir. Yox, təbii ki, hər bir qaydada istisnalar var. Mən buna sizin vurğuladığınız var. Yəni daha çox istisna burada kimi nəyə yanaşıram. müdaxilə edəcəm? Bir dənə bir şey analiz etmişəm. Doğrudan bu belədir. Bizdə axşam saatlarında iş bitdikdən sonra tıxac niyə baş verir? Daha çox hissəsi, onun statistikasına aparsalar ortaya çıxır ki, daha çox işdən çıxan insanlar evə tələsir. Məntiqlə. Bəli, evə tələsir. Niyə evə tələsir onda? Əgər istəyirsə işdə qalmaq, işdə qalsın axşam saat 8-ə 9-a qədər də əhalinin çoxu. Yəni işində yüksəliş istəyirsə, evinə tələsirsə, deməli bu balansın da bir hissəsidir də, qorumaya çalışır ki, gedim evimdə uşağımı dərsdən götürüm, bağçadan götürüm, ailəmə zaman sərf eləyim və yaxud ailəmlə gəzməyə çıxım, ailəmin içində olum, heç gəzməyə çıxmasa belə. Bu balansın bir hissəsi deyilmi elə? Digər tərəfdən yanaşsaq, bu seçim deyilmi? Seçim olduğu, niyə seçim olsun ki? Yəni bu insan məsəl üçün də prioritetlərin əsasında seçim edir ki, tutalım, mən bugün 6-dan sonra işdə qalmayacağam, gedim ailəmlə görüşüm, məsəl üçün, və onu prinsipcə işə olan yanaşması elədir. Eləsi də var ki, məsəl üçün deyir ki, yox, mənim konkret olaraq ambisiyalarım var, məni görməlidirlər, mən özümü göstərməliyəm, göstərdiyim təqdirdə də mən öz planlarıma daha tez çatacağam. Bu da bir seçim məsələsidir. Çünki bilirsinizmi, mən balansı necə təsəvvür edirəm beynimdə? Mənim üçün balans odur ki, insan işdə də bütün istədikləri, ambisiyaları qarşılayır. Paralel olaraq da ailəsində də belə, yəni istədikləri ailə modeli də mövcuddur və bunların arasında hər hansısa bir ziddiyyət yoxdur. Ailə həmişə xoşbəxtdir ki, atası evdədir, yoldaşı evdədir. İşdə məsəl üçün görür ki, bu insan həmişə işdədir, necə də produktivdir, necə də proaktivdir və s. Mənim üçün balans budur və mənim üçün utopik səslənir. Yəni mənə qeyri-realdır ki, əgər həqiqətən özünə karyera nöqteyi nəzərdən yüksək ambisiyalı hədəflər qoyan insan, yəni bunu edə bilirsə,
hardasa ziddiyyət yaratmasın. Demək ki, yenə də müəyyən bir nöqtələrdə seçimini edir prioritet nöqteyi nəzərdən. Gəlin ona belə baxaq da. İnsan birdən-birə böyümür və birdən-birə də karyeraya atlanmır. Bunun hansı ki bir uşaqlığı, ailədə böyüməsi, yeniyetməliyi, universitet həyatı, sonra kiçik işlərdən böyüyə doğru getməsi var. Bəli. Mən balansı əslində o cür düşünmürəm. Siz belə lap mükəmmələ gedib çıxırsınız da. O mükəmməlçilikdir. Mükəmməlçilik də hər yerdə insanı xoşbəxt edir və neçə faiz o qədər insan çata bilir onu. Dünyada götürsək. Amma sizcə təbliğat onu bizə demirmi? Əsas elə work-life balansın, mahiyyət təbliğatın ana hissəsi məhz o mükəmməliyyət deyilmi? Mükəmməl olsa heç nəyə nəticə almayacaqdır. Mən də belə düşünürəm. Amma balans o deyil. Balans odur ki, hər 2 və ya da 3 əmsalı bir yerdə inkişaf etdirə bilir. Onda belə deyək də, insan o vaxtda balans pozulur insanlar üçün, hamı üçün. Balans pozulur ki, bir istiqamətdə gedir. Baxırıq ki, bir neçə faiz insan ancaq karyera inkişaf etdirir, bir neçə insan ancaq gözəl ailə inkişaf etdirir. Bu biraz Sovet ideologiyasına aiddir. İndi elə bir şey yoxdur. İndi bunları paralelləşdirmək olur. Niyə? Hibrid iş sistemi var. İnsan evində də oturub, yəni rahat bir şəkildə, şərt deyil ki, uşaqlarına zaman ayırsın, amma yarımçıq qalmış bir işini tamamlaya bilər. Hökmən deyil ki, o gedib ofisdə oturmalıdır. Evindədirsə, onun artıq bir balansı yaranır da orada. Mən evimin içindəyəm, uşaqlarıma daha yaxınam, ailəmə daha yaxınam. Bu bir. İkinci bir məsələ, o dediyimiz ya perfeksionizm olsun, ya da mükəmməlçilik olsun da, hansı olur olsun, o insan psixologiyasını çox mənfi təsir eləyir. Yəni insan orada paltarıdan belə tutmuş, oturacağına qədər hər şeydə bir mükəmməlik axtarır. Bu da ciddi bir fəsadlara gəlib çıxır. Heç vaxt da o insanların uğurlu olduğunu biz görə bilmirik. Orada uğur əmsalı yoxdur onun üçün. Yəni düşünəndə ki, sənin uğurlu tərəfin nədir, durub fikirləşəcəkdir. Görəsən nə var mənim uğurlu, yəni bir işim hansıdır, bir nöqtə harda qoya bilərəm? Yoxdur, o deyil. Bu balans minimalla ölçülməlidir mənə görə. Mən düşünürəm ki, insanın həyatında istədiyi bir şeylər varsa, yəni burada mən düşünmürəm da, ailə şərtdir. Adam var, gənc oğlandır, çox yaxşı iş karyerası var. Amma o ailə qurmaq istəmir. O demək deyil ki, onun balansı pozulur. Amma onun öz şəxsi həyatında çox gözəl, uğurlu tərəfləri var. Şəxsi həyatına. Özünə zaman ayırır, atasına, anasına zaman ayırır, dostlarla yaxşı zaman keçirir və özünün lazım olduğunu göstərir. Bunun özü də bir balans deyilmi? Bilmirəm. Balans həmişə, bax biz balansı necə başa düşürük də? Tərəzi gəlir sənin beyninə bərabər şəkildə formalaşmış hissələr. Mənə görə belə bir reallıq yoxdur. Ona görə ola bilsin sözün özü, onun ifadəsi belə məndən yaddır. Çünki mənə daha yaxın sinergiyadır. Çünki həyat özü belə balanslaşdırılmış deyildi. Onu yəni ki, həyat özü enişləri, yoxuşları, dəyişiklikləri, sezonal, mövsümlü, digər məsələlər mənə görə sinergiya olmalıdır. Mən sinergiyanı necə başa düşürəm? Sinergiya odur ki, sənin iş həyatınla şəxsi həyatın bir-birinə bağlıdır və sən o biri digərindən ayrı və təcrid formada yaşaya bilmir. Və bu məndə bərabərçilik formatında görsənmir. Hər an Pareto prinsipi ilə də getmək olur. 80-in 20-yə də ola bilər, 70-in 30-a da ola bilər. Və mənim üçün bu artıq disbalansdır. Və disbalans müsbət nöqteyi nəzərdən disbalans. Yəni bu bir problemli bir şey deyil ki, o disbalanslıdır. Disbalansın özü neqativdir. Yaxşı, orada müsbəti necə tapa bilərik biz? Yəni həmin məsələdə. Əgər biz nəyəsə daha çox 80% vaxtımızı sərf ediriksə, digərinə 20% və bu müvəqqəti sezonaldırsa, bu yəni mütləq ki, yəni bu şey mənfi olsun bir aidiyyatı yoxdur da mənə görə. Yəni bu mütləq orada hansı bir mənfi bir şey axtarmaq düzgün deyil. Yaxşı, bunu biz cinslərə ayırsaq necə bəs? Qadına və kişiyə görə necə dəyişir? O məncə bu çox nisbi sualdır. Həm də bu mədəniyyətə, lokasiyaya və relyefə də bağlıdır. Azərbaycandırmı, digər hissələrdir. Yəni biz hazırda öz cəmiyyətimizdən danışırıq da, öz cəmiyyətimiz üçün. Bəli. Bu balansı 80% işə odaklanan bir qadın, qız fərqi yoxdur. 20% şəxsi həyatına verəndə sizcə orada bir problem yaranmırmı onun nəsil nəcabəti ata-anası tərəfindən? Bu qız məhv oldu, getdi, işə verdi özünü, başqaları üçün işlədi, şəxsi həyatı qaldı. Razıyam, amma onun alt hissəsi də var ki, səbəbi nədir? Hardan qaynaqlandı bu davranış? İndi bəs mən ona gəlib çıxıram ki, adam elə bir mövqe tutur ki, onun işinlə şəxsi həyatı biraz bir-birinə yaxın gəlsin, balanslaşdırılsın. Amma bu özünü aldatmaq deməkdir. Razı deyilsiniz? Məncə yox, aldatmaq deyil. Yox, razı deyiləm. Sadəcə yaxşı bir sözdən istifadə edir. Özünü rahat hiss eləyirsə, niyə aldadır orada? Rahatdırmı? İnsanın özünə baxır.
məncə ya rahatdım. Məsələn, mənim bugünkü həyatım mənim üçün rahatdır. Həm işimi yaxşı yürüdürəm, həm də ailəmə zaman ayırıram, gəzməyimə zaman ayırıram, övladlarıma zaman ayırıram, yeməyimi belə özüm bişirirəm. Balansı qoruyub saxlayıram. Bu sizin maksimumunuz idimi? Yəni siz gəlib çatmısınız istəklərinizə? Çatmısınızsa? İnsan istəyi bitəndə, düşünəndə ki, mən bitmişəm artıq, Aha. bütün isteklərim həyata keçib, Aha. onun sonu yaxşı gəlmir artıq. Bu da bir utopiyadır. Bəli, hə, Bu da ona bir görə utopiya. biz bu deyirək arzudan arzu doğar sevgilim, biri ölər, biri doğar sevgilim. Eynən ona bənzəyir də. Arzular bitmir, karyera da bitmir. Çünki insan həyatı düşünürəm ki, hər zaman insanın beyni düşünməyə məhkumdur. İnsan beyni düşünürsə, analiz edirsə və o analizdə nəticə çıxarırsa, orada da öz balansını qoruyub saxlaya bilər. Maraqlı idi. Mənim fikrimdir təbii ki. Təşəkkür edirəm Ramida fikirləriniz üçün. Mən də sizə təşəkkür edirəm. Təşəkkür. Həqiqətən maraqlı oldu. Yəni biz bu gün bizim ilk rubrikamız oldu debatla bağlı. Görürsüz, debat təbii ki, o demək deyil ki, fərqli fikirlərin nəticəsində kimsə hansı bir fikir qəbul edəcək. Maraqlı bir ortalıqlara çıxdıq, maraqlı mövzulara toxunduq. Siz də əgər maraqlısınızsa, şərhlərdə qeyd edə bilərsiniz. Sizin mövqeyiniz nədir work-life balansla? Bəlkə siz də bizim fikrimizin davamçısısınız və ya başqa fikriniz var. Bununla bağlı fikrinizi mütləq bildirin. Biz isə debat silsiləmizi davam edəcəyik. Görüşərik.